OTK-nın 10-cu siniflər üçün təşkil etdiyi buraxılış sınaq imtahanında istifadə olunmuş sualların izahına baxırıq. Birinci sual 12x kvadratı çıxılsın 5x çıxılsın 2 kvadrat üçədlisini vurğularına ayırın. Kvadrat üçədlinin vurğularına ayıranda elə 2m və n ədədi götürürdü ki, hasili a vurulsun c-yə, cəmi isə b-yə bərabər olsun. Bizə isə elə 2 ədəd lazımdır ki, hasili 12 vurulsun mənfi 2, yəni mənfi 24-ə, cəmi isə mənfi 5-ə bərabər olsun. Bu ədədlər mənfi 8 və müsbət 3 ədədləridir. Onda 12x kvadratı çıxılsın 8x, üstə gəlinsin 3x, çıxılsın 2 formasında yaza bilirik bu 3 ədədini. Birinci ikisindən 4x-i çıxartdıq mötərizə xaricinə, 3x çıxılsın 2 qaldı. İkinci ikisindən də 1-i çıxartdıq mötərizə xaricinə, 3x çıxılsın 2. 3x çıxılsın 2 hər ikisində ortaq vuruqdur deyənə, onu bir də çıxartdıq mötərizə xaricinə, mötərizədə qaldı 4x, üstə gəlinsin 1. Doğru cavab D variantı oldu. 32-ci sual. A və B parametrləri üçün 2/1x üstə gəlinsin 3-ə bərabərdir. X üstə gəl B olarsa, x bölünsün 3-ə çıxılsın B ifadəsinin qiymətini tapın. X-i keçirdik sağ tərəfə, 2/1x-i. Oldu x çıxılsın 2/1x bərabərdir. B-ni də sol tərəfə keçirdik. Oldu 3-ə çıxılsın B. X-dən 2/1x çıxsaq elə 2/1x qalar. Bərabərdir 3-ə çıxılsın B. Buradan da alırıq ki, hər tərəfin 3-ə çıxılsın B-yə bölsək, deməli, olar 2/1x 3-ə çıxılsın B bərabərdir 1. Hər tərəfin, sağ və sol tərəfin 2-yə vursaq, bu 2 getdi ixtisar, burada alındı 2. Deməli, bizə lazım olan ifadə də elə bu ifadə idi. X bölünsün 3-ə çıxılsın B bərabər olar 2-yə. Doğru cavab B variantı. 33-cü sual. A bərabərdir kök altında 3 çıxılsın 1 və B bərabərdir 2 üstə gəlinsin kök altında 12. Olarsa A vurulsun B hasilini tapın. Bəlkə B-ni biraz sadələşdirək. 2 üstə gəlinsin 12, 4 vurulsun 3. Buradan da 4-dən 2 çıxsa 2 mötərizənin daxilində qalar kök altında 3 üstə gəlinsin 1. İndi A vurulsun B hasilini hesablayırıq. A kök altında 3 çıxılsın 1. B isə kök altında 3 üstə gəlinsin 1-dir. A açıq B, A üstə gəl B olduğundan kök altında 3-ün kvadratı 3 çıxılsın 1. 2 vurulsun 2 bərabərdir 4 olar. Doğru cavab D variantı. 34-cü sual. A çıxılsın 4B bölünsün 2B çıxılsın 2/1 A ifadəsini sadələşdirin. Surəti olduğu kimi yazdıq. Məxrəcdən isə mənfi 2/1-i çıxartdıq mötərizə xaricinə. Mənfi 2/1-i çıxartsaq mötərizə xaricinə, onda burada A qalar, çıxılsın 4B qalar. Mənfi 2/1-i mənfi 4B-yə vursaq müsbət 2B, mənfi 2/1-i A-ya vursaq mənfi 2/1 alınır. A çıxılsın 4B-lər ixtisar olundu. 1 bölünsün mənfi 2/1, bu da bərabərdir mənfi 2 olar. Doğru cavab Y variantı oldu. 35-ci sual. Çevrənin AB və CD vətərləri M nöqtəsində kəsişir. AM 3, BM 12, CM 4 olarsa DM parçasının uzunluğunu tapın. İki kəsişən vətərin xassəsinə görə 4 vurulsun x bərabərdir 3 vurulsun 12 olar. Buradan da 4x bərabərdir 36, x də bərabərdir 9 alınır. Doğru cavab D variantı. 36-cı sual. Yusif müəyyən bir işi təklikdə 6 saata, Həsən isə həmin işi təklikdə 12 saata yerinə yetirir. Onlar birlikdə 3 saat işlədikdən sonra işin neçə faizin yerinə yetirilməmiş qalar. Deməli, bir işi təklikdə 6 saata görürsə, 1 saata işin 6/1 hissəsini, Həsən isə 1 saata 12/1 hissəsini görər. Onlar birlikdə 3 saat işlədilər. 3 saat işlədilər. Deməli, 6/1 ilə 12/1-i ortaq məxrəc 2, 12-yə gətirdi. 12-də 3, vurulsun 3. Buradan da oldu 12-də 9. 3-ə ixtisar apardı, qaldı 4-də 3. Bu işin görülmüş hissəsidir. Görülmüş. Bizə isə yerinə yetirilməmiş hissəsi lazımdır. 1 çıxılsın 4-də 3 bərabərdir 4-də 1. 4-də 1-i də faizə çevirsək,
alarıq 25%. Demək 3 saat işləyəndən sonra işin 25%-i qalmış olar. 37-ci sual. A və B natural ədədləri üçün A bərabərdir 7B olarsa ifadənin qiymətini tapın. A bərabərdir 7B-dirsə, burada bir ədəd digərinin böləni olur. Onda əbob aparıb yerinə yazaq. A çıxılsın B, əbob A, B-nin də yerinə yazdıq. Daha doğrusu A-nın yerinə 7B yazacaq. 7B çıxılsın B, əbob 7B. Buradan da ortaq vuruq B olduğundan əbobu B-yə bərabər olacaq. Surətdə qaldı 6B bölünsün B. B-lər ixtisar olundu. İlkin cavab 6 alındı. Doğru cavab A variantı oldu. 38-ci sual. A, B, C həqiqi ədədləri üçün AB üstəgəlinsin BC bərabərdir 14 və B kvadratı üstəgəlinsin AC bərabərdir 1 olarsa, A üstəgəlinsin B vurulsun B üstəgəl C üstəgəlinsin 2 ifadəsinin qiymətini tapın. Bunu vurub açırıq. Deməli alınır. AB üstəgəlinsin AC üstəgəlinsin B kvadratı üstəgəlinsin BC üstəgəl 2. Baxırıq. AB və BC burada var, qruplaşdıraq. AB üstəgəlinsin BC. Və B kvadratı üstəgəl AC də var. Bunu da bir qruplaşdıraq. B kvadratı üstəgəl AC üstəgəl 2 bərabərdir. AB, BC cəmi 14-ə, B kvadratı AC cəmi isə 1-ə bərabərdir. Üstəgəl 2 bərabərdir 17 olar. Doğru cavab D variantı oldu. 39-cu sual. Düzgün altıbucaqlının perimetrinin onun böyük diaqonalına olan nisbətini tapın. Demək, düzgün altıbucaqlının böyük diaqonalı 2A-ya bərabərdir. Perimetri isə 6A-ya bərabərdir. İndi bizə deyir ki, perimetrinin böyük diaqonalına olan nisbəti 6A bölünsün 2A. Bu da bərabərdir 3 olar. Doğru cavab D variantı. 40 nömrəli sual. Ədəd oxunda verilmiş ABC həqiqi ədədləri üçün doğru bərabərsizliyi müəyyən edin. Deməli, B çıxılsın A müsbət ədəddir. B A-dan sağ tərəfdə yerləşdiyindən müsbət ədəd olacaq, doğrudur. A üstəgəlinsin bunları nisbi olaraq qiymətləndirək. Tutaq ki, bu -3 olsun, -1 olsun, bu da 5 olsun. Deməli, B-dən -1-dən -3-ü çıxdıq. Yəni, sağ tərəfdəki ədəddən sol tərəfdəki ədədi çıxsaq, müsbət ədəd alınar. Bu doğrudur. A üstəgəlinsin B. Hər ikisi mənfi olduğundan surət mənfidir. C isə 0-dan sağda yerləşir, yəni müsbət. Surət mənfi, məxrəc müsbət. Nisbəti mənfi ədəd olacaq. Burada isə böyükdür 0 yazılıb. Deməli, ikinci doğru deyil. C çıxılsın B böyükdür 0-dır. Sağdakı ədəddən soldakı ədədi çıxırıq deyənə fərq bizə müsbət ədəd verəcək. Deməli, bu da doğrudur. Doğru olanlar 1 və 3. Doğru cavab D variantı oldu. 41-ci sual. A və B çoxluqları üçün A, B-nin alt çoxluğudur. A, B-nin alt çoxluğudursa, A-nın bütün elementləri B-yə daxildir. A-nın bütün elementləri B-yə daxildir. Bu olsun A, bu da olsun B. A çoxluğunun 3 elementi, B çoxluğunun 4 elementi varsa, burada yalnız bir element var. Onda A ilə B-nin birləşməsi bizə verəcək 4-ü. Doğru cavab D variantı oldu. 42-ci sual. Modulda x çıxılsın 2 böyükdür -1. Bərabərsizliyini həll edin. Modulun ən kiçik qiyməti 0. 0 da -1-dən həmişə böyükdür. Yəni, ya müsbət ya 0-dır. 0 və müsbət ədədlər həmişə -1-dən böyük olduğundan, demək, bu bərabərsizlik həmişə doğrudur. Həmişə, yəni mənfi müsbət sonsuzluq aralığı olacaq. 43 nömrəli sual. ABC üçbucağında A bucağı 45 dərəcə, BC 6 kök altında 2 olarsa, üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Demək, burada sinuslar teoremini istifadə edəcəyik. A bölünsün sinus alfa bərabərdir 2R düsturu. Deməli, A oldu 6 kök altında 2 bölünsün sinus 45 bərabərdir 2R'dir.
6 kök altında 2 bərabərdir. 2 vurulsun R vurulsun sinus 45. Sinus 45 də kök altda 2 bölünsün 2-dir. 2-lər ixtisar olundu. Kök altda 2-lər ixtisar olundu. R bərabərdir 6 alındı. Doğru cavab B variantı oldu. 44 nömrəli sual. X, y bərabərdir 4. X kvadratı y üstəgəl x, y kvadratı bərabərdir 48. Tənliklər sistemindən 1 bölünsün x üstəgəl 1 bölünsün y tapmaq lazımdır. Demək, bu sistemi biraz sadələşdirək. X, y bərabərdir 4. Aşağıdan x, y çıxartdıq mütərizə xaricinə. X plus y bərabərdir 48 alındı. X vurulsun y-in qiymətini yazdığı yerinə 4 vurulsun x üstəgəl y bərabərdir 48. Buradan da aldıq ki, x üstəgəl y bərabərdir 12-dir. 1 bölünsün x üstəgəl 1 bölünsün y ifadəsinin qiymətini tapmaq lazımdır. Ortaq məxrəci gətirsək, x, y, burada da y üstəgəl x. X üstəgəl y 12, x vur y 4, yekun qiymətimiz 3-ə bərabər oldu. 45-ci sual. A ədədi B-nin 3/2 hissəsinə bərabərdir. A ədədi B-nin 3/2 hissəsidir. B ədədi isə C-nin 4/3 hissəsidir. C bölünsün A nisbətini tapmaq lazımdır. B-nin qiymətini gətirib burada yerinə yazdıq. A bərabərdir 3/2 vurulsun 4/3 C. 3-lər ixtisar getdi. Buradan da aldıq ki, A bərabərdir 2/1 C. 2/1 C. C bölünsün A nisbətini tapmaq lazımdır. Hər tərəfini 2-yə vursaq buradan alarıq C bərabərdir 2A'dır. C bölünsün A nisbəti, C-nin qiymətini gətirib yazdıq yerinə 2A bölünsün A bərabərdir 2 olar. 46-cı sual. Tənasübündən x vurulsun y hasilini tapın. Tənasübün kənar hədlərinin hasili orta hədlərinin hasilinə bərabərdir. 3x vurulsun 2y bərabərdir 2 vurulsun 27. 2-lər ixtisar olundu. 3xy bərabərdir 27, xy bərabərdir 9. 47-ci sual. ABC üçbucağında MN orta xəttdir. AM bərabərdir MN-dir. Və C bucağı 50 dərəcədir. MNB bucağını təyin etmək lazımdır. Deməli, bu bərabər yanlı üçbucaqdır, bu da bərabər yanlı üçbucaqdır. Demək, təyin edirik. Buradakı bucaq 50 dərəcədir. Buranı 50 dərəcə yazdıq. MN və BC bir-birinə paraleldir. Orta xəttdə olduğundan paraleldir. Burada ANM və BCA bucaqları uyğun bucaqlardır, onda bərabərdir. AM və MN bir-birinə bərabər olduğundan da A bucağı da 50 dərəcədir. Orta xətt tərəfi orta nöqtəsini birləşdirir deyənə AM və MB məsafələri də bir-birinə bərabər olar. Onda burada bir dənə də bərabər yanlı üçbucaq aldıq. Bu MBN üçbucağıdır. Ki, bunu da təpə bucağını təyin edə bilirik. Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir, yəni 100 dərəcədir. Bunda buradakı alfa bucağı, bu da alfa bucağıdır. Üçbucağın daxili bucaqlarından cəmini tətbiq eləsək, 2 alfa üstəgəl 100 bərabərdir 180. Buradan 2 alfa bərabərdir 80. Alfa da bərabərdir 40 dərəcə olar. Bizə lazım idi MNB bucağı, onu da təyin elədik 40 dərəcədir. 48-ci sual. AB, CD və YF düz xətləri O nöqtəsində kəsişir. AOY və COF bucaqları bir-birinə bərabərdir. AOC isə BOF bucağına bərabərdir. BOC-nin dərəcə ölçüsünü, yəni alfa üstəgəlinsin beta. BOC, alfa üstəgəl betanı təyin etmək lazımdır. Deməli, birinci baxırıq BOF. YOF bu bucaq. Burada nə var? Açıq bucaqdır. Açıq bucaq 2 alfa və 1 betanın cəmindən ibarətdir. Bərabərdir 180-dir. 180 dərəcə. Digər tərəfdən isə baxırıq bu bucağa, AOB bucağına. Bu da açıq bucaqdır və burada 1 alfa, 2 beta var.
Amma açıq bucaq olduğundan bu da 180 dərəcəyə bərabərdir. Tərəf-tərəfə topladıq. 3 alfa üstə gəlinsin 3 beta bərabərdir 360-dır. Hər tərəfini 3-ə bölsək alfa üstə gəlinsin beta bərabərdir 120 dərəcə olar. Bizə də lazım olan alfa plus beta cəmi idi. 49-cu sual. Kamilin pulunun 20%-i Həsənin pulunun 30%-nə bərabərdir. Kamilin pulu x, Həsənin pulu y olsun. Deməli 20%, yəni 0,2 hissəsi Həsənin pulunun 0,3 hissəsinə bərabərdir. Kamil pulunun 10 manatını Həsənə verərsə, onların pulları bərabər olar. Deməli, Kamil pulunun 10 manatını Həsənə versə, Kamildən 10 manat çıxdı. Həsənə əlavə olundu. Bunlar bir-birinə bərabər oldu. Verərsə pulları, əvvəlcə Kamilin neçə manat pulu var idi, yəni x-i təyin etməliyik. Deməli, başlayırıq bu tənlikdən. Burada x çıxılsın, y bərabərdir 20 olur. X-in qiymətini təyin etməliyik deyənə gətirək. Buradan y-i tapıb gətirib yerinə yazaq. Deməli, y bərabərdir, x çıxılsın 20-dir. Gətirib burada yerinə yazırıq. Bunu da biraz sadələşdirək. 2x bərabərdir 3y-dir. Y-in qiymətini yerinə yazsaq olur. 2x bərabərdir 3 vurulsun x çıxılsın 20. 2x bərabərdir 3x çıxılsın 60. 3x çıxılsın 2x bərabərdir 60. X də bərabərdir 60. Bizə də Kamilin pulunun miqdarı lazım idi. Doğru cavab 60 oldu. 50-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə AB və AC toxunanlardır. BAC bucağı 60 dərəcədir. AB 12 kök altında 3 olarsa, BMC qövsünün uzunluğunu tapın. Demək, bu toxunanla radius arasındakı bucaq 90 dərəcədir. Buradakı bucağı, mərkəzi bucağı, BOC mərkəzi bucağını təyin edirik. Bu 120 dərəcəyə bərabərdir. Həm 4 bucağın daxili bucaqlarının cəmi kimi, həm də ki bu qövs 180-ə tamamlamalıdır A bucağını. O şəkildə də təyin edə bilərik. Deməli, BOC mərkəzi bucağını təyin elədik ki, 120 dərəcədir. Qövsün uzunluğunu necə tapırıq? Qövsün uzunluğu PR bölünsün 180 vurulsun alfa şəklində təyin olunur. İndi radiusu təyin etməliyik. Radiusu təyin etmək üçün O ilə A nöqtələrini birləşdirdik. Bu tən böləni oldu. Bura oldu 30 dərəcə. Burada 90 dərəcə. Burada 60 dərəcə. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına 60 dərəcəli bucaq qarşısındakı katet isə digər katetin kök altda 3 mislinə bərabərdir deyənə OB, yəni radius 12-yə bərabər oldu. Radiusu təyin elədik Pifaqordan. Radius 12-yə bərabər oldu. Gətirib qiymətlərin yerinə yazırıq. Pi vurulsun 12 bölünsün 180 vurulsun. Mərkəzi bucaqda 120 dərəcə idi. Sıfırlar getdi. 18 ilə 12-nə 6-ya ixtisar apardıq. 2, 3. 3 ilə 12-nə ixtisar apardıq. Burada qaldı 4. Deməli oldu. 4 vur 2 vur pi 8 pi. 51-ci sual. Diaqonalı yan tərəfə perpendikulyar olan bərabəryanlı trapesiyanın oturacaqları 5 və 13 cm olarsa, bu trapesiyanın sahəsini tapın. Buradan bir dənə hündürlüyü endirdik. Buradan da bir dənə hündürlüyü endirdik. Bu orta məsafə 5-dir. 13-dən 5 çıxdıq, qaldı 8. Onda bu qıraq məsafələr 4 və 4 cm olar. İndi ikinci hündürlüyü silirik, bir hündürlük qalsın. Buranın 4 olduğunu təyin elədik. Buradakı məsafədə onda 13 çıxılsın 4, yəni 9-a bərabər olacaq. Baxırıq 3 bucaq ACD-yə. Düz bucaqlı 3 bucaqdır. Düz bucaq təpəsindən çəkilən hündürlüyü üçün h kvadratı bərabərdir mn. Düsturun yaza bilərik. Onda h kvadratı bərabərdir 9 vurulsun 4 bərabərdir 36. H da bərabərdir 6 olar. Hündürlüyü təyin elədik. Trapesiyanın sahəsini tapmaq üçün oturacaqlarının cəminin yarısını hündürlüyünə vurmaq lazımdır. 18 bölünsün 2 vurulsun 6. Bu da bərabərdir 54 olar. 52-ci sual.
x kvadratı çıxılsın mx üstəgəl 9 bərabərdir 0 tənliyinin həqiqi kökü yoxdur. Tənliyinin isə iki müxtəlif həqiqi kökü var. M parametrinin mümkün tam qiymətlərinin sayını tapın. Həqiqi kökü yoxdur, yəni diskriminant 0-dan kiçikdir. X kvadratı çıxılsın mx üstəgəlinsin 9 bərabərdir 0 tənliyinin diskriminantını 0-dan kiçik edirik. Diskriminant bərabərdir m kvadratı çıxılsın 4ac kiçikdir 0. Bunu da vurğularına ayırdıq. Bu 4 vurulsun 9 36'dır. M çıx 6 m üstəgəlinsin 6 kiçikdir 0. İntervallar üsulu -6 və 6'dır köklər böldüyü intervallara 0 qiymətini qoysaq mənfi, müsbət, müsbət. Deməli burada cavab oldu -6-dan 6'ya kimi heç biri daxil deyil. Digər tənli x kvadratı çıxılsın 2x üstəgəl m bərabərdir 0. İki müxtəlif həqiqi kökü var. Yəni diskriminant 0-dan böyükdür. Diskriminantı tapıram b kvadratı çıxılsın 4ac böyükdür 0. Buradan da aldıq ki -4m böyükdür -4. M kiçikdir 1-dən. 1-dən kiçik qiymətlər. Mənfi sonsuzluq 1. İndi bu iki ədədi aralığın ortaq hissəsini götürməliyik ki, m-in həqiqi qiymətlərini təyin edək. Ədəd oxunda qiymətləri qeyd elədik. -6, 1 və 6. Birincisində -6, 6 aralığı. İkincisində mənfi sonsuzluq 1 aralığı. Yekun cavabımız oldu -6, 1. Bura daxil olan tam qiymətlərin sayı lazımdır. Bura daxil olan tam qiymətlər oldu -5, -4, -3, -2, -1 və 0. 6 ədəd. 53-cü sual. A və B tam ədədləri üçün A kiçikdir bərabərdir x, kiçikdir bərabərdir b. Bərabərsizliyinin 3 tam həlli var. A vurulsun b 8 olarsa a kvadratı üstəgəl b kvadratı ifadəsinin qiymətini tapın. A vurulsun b 8-ə bərabərdir. Onda belə ola bilər. -2, -2, -4 və yaxud da ki 2, 4 qiymətləri ola bilər ki, bunun 3 tam həlli olsun. -4, -3, -2, 2, 3 və 4. Deməli, x-in ala biləcəyi qiymətləri müəyyənləşdirdik. İndi bizə a kvadratı üstəgəlinsin b kvadratı lazımdır. A kvadratı üstəgəlinsin b kvadratı. Fərqi yoxdur. 2 və 4 də götürsək eyni qiymətlər alır. -4 və -2 qiymətlərini də götürsək eyni qiymətlər alır. Deməli, burada yazırıq a üstəgəl b, a kvadratı üstəgəl b kvadratı. -4-ün kvadratı üstəgəl -2-nin kvadratı 16 üstəgəlinsin 4 bərabərdir 20. Bu bir hal. İkinci hal, əgər bu bərabərsizliyin 3 tam həlli varsa, onda b çıxılsın a üçün yaza bilərik ki, bu 2-yə bərabərdir. B çıxılsın A-nı təyin elədik ki, 2-yə bərabərdir. 3 tam həll olduğundan. Demək, arada bir ədəd var. Kənardakıların hər ikisi daxildir. B çıxılsın A bərabərdir 2 oldu. Digər tərəfdən A vurulsun B hasili də 8-ə bərabərdir. Onda A kvadratı üstəgəlinsin B kvadratını müxtəsər vurma düsturu kimi yazırıq. B çıxılsın A-nın kvadratı üstəgəlinsin 2AB. Bu da bərabərdir. B çıxılsın A-nı 2 təyin eləmişik. Üstəgəlinsin 2 vurulsun 8. 4 üstəgəl 16 bərabərdir 20 olar. 54-cü sual. ABC üçbucağında BD tənböləndir. AB bölünsün BC 3 bölünsün 4'dür və AC 8,4. AD parçasının uzunluğunu tapın. Bura bir dənə 3K, burada 4K yazdım. Biz təyin etməliyik AD-ni, yazdıq bura X, onda DC məsafəsi də 8,4 çıxılsın X olar. Tənbölənin xassəsinə görə AB bölünsün BC, yəni 3K bölünsün 4K bərabərdir AD bölünsün DC olacaq.
x bölünsün 8,4 çıxılsın x. Buradan k'lar getdi. Çarpaz vursaq 4x bərabərdir 8,4 vurulsun 3 çıxılsın 3x. 3x'i sağ tərəfə keçirdik. 7x bərabərdir 8,4 vurulsun 3. X də bərabərdir. 8,4'ü 7'yə bölsək 1,2 vurulsun 3. 1,2'ni də 3'ə vursaq 3,6 alınır. Bizə də lazım olan AD məsafəsi idi. 3,6'ya bərabər oldu. 55-ci sual. Artan ABC 10, 12 natural ədədlər sırasında ən böyük fərq 10'a, medianı isə 6'ya bərabərdir. Medianı 6'ya bərabərdirsə, tək sayda ədəd olduğundan tən ortadakı ədəd olur median. Deməli, C-nin qiymətini təyin elədik. C-nin qiyməti 6'ya bərabərdir. Ən böyük fərq 10'a bərabərdir. Ən böyük fərq 10'a bərabərdirsə, artan sıradır. Ən sondan ən başlanğıcı çıxsaq, yəni 12'dən A-nı çıxsaq, 10'u alarıq ki, buradan da A-nı təyin elədik ki, A 2'yə bərabərdir. Demək, sıranı bir də yazırıq. 2, B, C-si 6, 10, 12. Deməli, natural ədədlərdən ibarət olan sıradır. Ən böyük fərqi 10'a, medianı 6'ya bərabərdir. B-nin mümkün qiymətlərinin hasilini tapmaq lazımdır. B-nin mümkün qiymətləri bərabər olacaq. 3, 4, 5 ola bilər. Onda 3 vurulsun, 4 vurulsun 5 bərabərdir 60 olar.